Sənət göl özü dedi. Bu da özü dedi ki, buranı alıblar. Buranı alıblar. Biz də dedik ki, buranı nətər ala bilər? Özü deyib ki, Infoplus TV-yə daxil olan məlumata görə Nəsimi rayonu Hüseyn Balıyev küçəsi 11 ünvanında yaşayan sakinlər rəsmi qurumlara müraciət edərək xahiş edirlər ki, Kargo Şamil kimi tanınan iş adamı Şamil Heydərovun özbaşınalığına son qoyulsun. Belə ki, Hüseyn Balıyev küçəsi 11 ünvanında yaşayan sakinlərin həyətlərini abadlaşdırmaq istəyinə yox cavabı verilib. Vətəndaşlar bildirirlər ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı icazə verməyib ki, bura özəl ərazidir və Kargo Şamil Heydərova məxsusdur. Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı. Həmin ünvanda çəkilən görüntüləri sizə təqdim edirik. Mən bir dənə xahiş edirəm. Mən cənab prezidentə müraciət edirəm. Mehriban xanıma müraciət edirəm. Sağ olsunlar, bütün binaların qabaqları hamısı abadlaşıb, gözəlləşib. Sadəcə olaraq bu müəllim, bax bu müəllim. Görsədin zəhmət olmasa. Bax yetim nümayəndəsidir. İmkan vermir ki, bizim binanın qabağı abadlaşsın. Sual verdik ki, niyə abadlaşmır? Deyir, Rami müəllim, sizin o sözünüzə cavab olaraq deyim ki, bütün binaların qarşısı icra hakimiyyəti tərəfindən abadlaşır. Bir JEK-in işçisi kimdir ki, abadlaşdırmanı dayandırsın? Mən də başa düşə bilmirəm ki, bu müəllim bizə gəldi səhər özü dedi ki, sənəti gəldi bizə göstərdi, sənəti var, düz ora qədər. Bizim ixtiyarımız yoxdur ki, biz buranı düzəldək. İndi də sözündən qaçır. Bəli, bax bir belə millətin içində dedi, mən tək demirəm. Sənət göl özü dedi. bu da özü dedi ki, buranı alıblar. Buranı alıblar. Biz də dedik ki, buranı nətər ala bilər? Özü deyib ki, alıb, ki, buranı bağlı. Yolu deyir, hətta özü deyir ki, Həyatın ortasında. xanım, O sizə yolu qoymur ki. adresiya göstərərək yol verir. Mənə dedi ki, zibil yerində qal. Çəkmişəm. İş gedəndə. Gəlin Çağırın məni. Görün icazə verəcək asfalt vurmağına yoxsa. Gələcək. Gəlin özünüz şahid. Infoplus TV olaraq sonda onda qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.